Salam, bugünkü izahımız olacaq 9-cu sinif ümumi tarixdən 5-ci paragraf, yəni Osmanlı İmperiyası mövzusunu izah edəcəm. Deməli, Osmanlı İmperiyası artıq 19-cu əsrin əvvəllərində böhran içərisində idi. Tənəzzül dövrünü keçirirdi və artıq Napolyon da bilirsiniz ki, işğalçılıq müharibələrinə başlamışdı. Bu işğalçılıq müharibələri Osmanlı ilə Rusiyanı bir-birinə yaxınlaşdırmışdı. Amma bu uzun müddət çəkmir. Çünki burada Rusiya Moldovaya və Laxiyaya hücum eləyir. Bu Moldovaya və Laxiyaya hücum yenidən Rusiya ilə Osmanlı arasında müharibəyə səbəb olur 1806-12-ci illər. Bunu da Azərbaycan tarixindən bilirik də yenə də. 1806-da başlayır, 7-ci ildə də bir dənə döyüş olur, Gümrü döyüşü olur. Bu Gümrü döyüşündə də Osmanlı məğlub olur. Buxarest müqaviləsində də Azərbaycan tarixindən belə öyrənmişdik ki, Cənubi Qafqazın böyük bir hissəsinin Rusiyalı tərəfindən işğalını Osmanlı tanıyır. Bu Azərbaycan tarixindən bildiklərimizdir. İndi ümumi tarixdən də amma əlavələr vardır. Rahatdır bunu yadda saxlamaq. Bax, burada bir dənə onu yadda saxlayın ki, bu Buxarest müqaviləsində 1812-ci il Buxarestdə Bessarabiya Rusiyaya verilir, amma bu Moldova və Laxiya var. Bunlar qaytarılır Osmanlıya, Osmanlıda qalır bunlar. Bir də Dunay çayında Rus gəmilərinə üzməyə icazə verilir. 3 dənə şərti vardır. Bax, belə bunu yadda saxlayırıq ümumi tarixdə. Sonra Balkanlarda Osmanlı hakimiyyətinə qarşı mübarizə aparılırdı. Sonra deməli Yunanlılar da eyni zamanda mübarizə apardı, Osmanlı əleyhinə mübarizə aparırdılar və hətta onlara Avropa dövlətləri də dəstəkləyirdi. 1827-ci ildə Navarin dəniz döyüşü. Yazmır indi kağıtda, o əslində qalsa dəniz döyüşüdür. 1827-ci ildə Navarin dəniz döyüşü olur. Burada deməli hansı ki müttəfiqlər Yunanlılarla bir yerdə də Osmanlını məğlub edirlər. Və 1828-ci ildə deməli yenə Rus-Osmanlı müharibəsi başlayır. Bunu da deməli burada əsas əməliyyatlar gedir Balkan yarımadasında, bir də ki Cənubi Qafqazda. Bunu yenə Azərbaycan tarixindən də bilir. 28-29 Ədirnə müqaviləsidir. Ədirnədə də yenə Cənubi Qafqazın Rusiya tərəfindən işğalını Osmanlı tanıyır da, hal-hazırda verilir Rusiyaya. Sonra bir də ki ermənilərin köçürülməsi məsələsi idi. Bu Azərbaycan tarixindən bildiklərimizdir. Amma indi ümumi tarixdə nə deyirik? Ümumi tarixdə deyirik ki, Osmanlı axı məğlub olub bu müharibədə. Moldova və Laxiyaya muxtariyyət verir. Baxın, Buxarestdə Osmanlının tərkibində qaldı. Amma Ədirnə müqaviləsində nə oldu? Moldova və Laxiyaya muxtariyyət verildi. Sonra təzminat ödəməli idi. Bu ikinci məsələ. Bu Moldova və Laxiyaya muxtariyyət verilməsi mən Krım məsələsinə oxşatdım. Niyə? Baxın, 1874-də Krımı Osmanlıdan qoparır, müstəqil eləyir. Sonra isə deməli 91-də özünə birləşir. Burada da hələ 1812-də ona heç nə eləyə bilmir, amma 1828-də artıq onları muxtar elan edir Moldova və Laxiyanı. Deməli, sonra Rusiyanın Cənubi Qafqazı hansı ki Cənubi Qafqazda işğallar aparmışdı, onları tanımalı idi, təzminat ödəməli idi. Sonra nə qaldı? Bir də Yunanistana müstəqillik verilməli idi. Bu məsələlər öyrətdiyim tabi. Bax, burada müstəqillik də alan dövlət də vardı. Sonra deməli Osmanlı İmperiyası böhrandan çıxarmaq üçün Sultan II. Mahmud 1808-1839 hakimiyyət illərdə o islahatlar keçirib. Deməli 1826-cı ildə yeni nizami ordu yaradılması haqqında fərman verir, qərar verir bu. Amma bu Yeniçərilərin buna qarşı mübarizəsinə, qiyamına səbəb olur. Bu Mahmud da bu qiyamı yatırır, hərbi xidmətlə məşğul olmayanların Timar-Ziyamət torpaqlarını əlindən alır. Timar-Ziyamət nə idi? Hərbi xidmətə görə verilən torpaqlar idi. Həmin o Timar-Ziyamət torpaqlarını da əllərindən alır. Sonra idarəçilikdə Avropa nümunəsinə əsas götürür, nazirliklər yaradır. Sonra 1839-cu ildə Gülxanə Xətti Şərif adlı fərman verir. Bu fərmana görə bütün təbəələrin, yəni əhalinin burada həyatı, sonra əmlakı, şərəfi, təhlükəsizliyi təmin olunmalıdır. Sonra daha doğrusu şərəf, bir də əmlak təhlükəsizliyi təmin olunur. Sonra vergilərin düzgün toplanması məsələsi idi. Sonra iltizamın ləğv edilməsidir, iltizamlarda icarəyə verilmədir. Sonra orduya çağırışın qaydaya salınması məsələsidir. Sonra burada deyir ki, həm də eyni zamanda dini etiqadından asılı olmayaraq bütün təbəələrə bərabərlik vəd edirdi. Deməli, bu 1876-cı ilə qədər keçirilən bu islahat Tənzimat-ı Xeyriyyə adlanır.
həm də bu burja xarakterli islahat idi. Bu islahatların davam etdirilməsinin tərəfdarı olan ziyalılar var idi. Onlar da özlərini Yeni Osmanlılar adlandırmışdı. Yeni Osmanlılar nə zaman yarandı? 1865. Baxdım, dəhlizdə yoxdur. Yeni Osmanlılar 1865-də yaranmışdı. Onlar da yeni konstitusiyanın qəbul olunmasını istədilər. Deməli 1876-cı ildə 2-ci Əbdülhamid gəlir hakimiyyətə. O deməli konstitusiyanı qəbul edir və Osmanlı konstitusiyalı monarxiya olur. Yəni monarxda hakimiyyətdə, amma konstitusiyası da var. 2-ci Əbdülhamid haqqında Türklər özləri film çəkiblər. Paytaxt Əbdülhamid. Düzdür, mən axıra qədər bitirməmişəm o filmi. Amma filmlə bizim oxuduqlarımız arasında kəskin fərqlər hardasa görmək olar. İndi filmdə bir o qədər də bədii film adlandırmaq olmaz. Çünki sənədli materiallar əsasında, tarixçilərin orada yəni məsləhətləri əsasında çəkilibdir. Məsələn, indi qarşıda deyəcəm 77-78-ci illər Rus-Türk müharibəsində. Orada məsələn Paşanı təqdim edəndə deyirlər ki, 77-78-ci illər Rus-Türk müharibəsinin zəfər müharibəsinin qalibi kimi Paşanı təqdim edirlər. Düzdür, biz də bunu amma öyrənirik ki, orada Osmanlılar məğlub olur. Düzdür, fərqlər var, amma türklərin özləri çəkib deyə baxmaq maraqlı olardı, xüsusən də abituriyentlər üçün baxmaq yaxşı olardı, öyrədici olacaq. Deməli, sonra bu, indi 2-ci Əbdülhamid gəldi hakimiyyətə, o da konstitusiyanı qəbul oldu, Osmanlı oldu konstitusiyalı monarxiya və imperiya ərazisində yaşayan bütün əhali Osmanlı adlandırılır. Sonra 1877-ci ildə də parlament fəaliyyətə başlayır, amma bu Balkanlarda müharibə, daha doğrusu Balkanlarda Osmanlılar əleyhinə üsyanlar olur. Sonra Rusiya ilə yeni müharibələrin başlanması və bu da deputatlar da buradan hesabat, hökumətdən hesabat tələb edir deyə. Ona görə də növbəti deməli parlament dayandırılır, buraxılır da, yəni parlament. Və 1877-ci ildə bu hansı ki başlanan müharibələrdə, hansı ki bu Balkanlarda və Qafqaz uğrunda döyüşlərdə yenə də Osmanlı məğlub olur Rusiya ilə Qafqaz uğrunda döyüşlərdə və 78-ci ildə San Stefano, bayaq dediyim məsələ Osmanlı San Stefano sülhü bağlanır. Biz buna əvvəlki dərsliklərdə Yeşilçay müqaviləsi də deyirdik. San Stefano sülhü bağlanır, amma bu Rusiyanın hansı ki yaxın şərqdə güclənməsini istəməyən İngiltərə ilə deməli İngiltərənin Avstriyanı narahat etdiyi üçün bunların şərtinə, bu San Stefano'nun şərtinə etiraz etdi və Berlində konferans aldı. Görürsünüz, bax, San Stefano'da Osmanlı məğlub olub deyə, onun xeyrinə olan heç bir maddə yoxdur. Ona görə də buna İngiltərəni Avstriyada istəmir axı Osmanlı, Rusiya güclənsin. Ona görə də Berlin Konqresini çağırır. İndi Berlin Konqresinin qərarı bilirəm, ağır, yəni çətin qərarlardan biridir. Üstəlik də siz burada mütləq ki, xəritə yaxşı bilməlisiniz ki, orada dövlətlərin adını seçə biləsiniz. Hansı Balqaristan'da, Serbiya, Çernogoriya, bunlar dəqiq seçə biləsiniz. Yəni həm əzbərləmək, həm də xəritə bilmək bu da sizdən tələb olunur. Deməli, birincisi Balqaristan Osmanlıdan asılı knyazlıq olur. Birincisi, deməli, Balqaristan Osmanlıdan asılı knyazlıqdır. İkincisi, Serbiya, Çernogoriya və Rumıniya müstəqil elan olunur. Serbiya, Çernogoriya, bir də Rumıniya müstəqil elan olunur. Bu iki. Sonra bir də Avstriya Macaristanda Bosniya və Hersegovinanın idarəsini alır, müvəqqəti idarət və hüququ alır. Kipr adası da verilir İngiltərəyə, icarəyə. Bir də Qars, Ərdahan, Batım Rusiyaya verilir. Qars, Ərdahan, Batım Rusiyaya verilir. Bu da Berlin Konqresinin qərarı. Deməli, sonra bundan sonra artıq yenə də mübarizə güclənir, yəni hakimiyyətə qarşı. Hətta burada deməli İstanbul Hərbi Tibb Məktəbinin tələbələri İttihad və Tərəqqi. Bax, bunun da ili yoxdur. Bu, yəni yeni dərslikdə ili yoxdur. 1889-cu ildə yaradılmışdı bu cəmiyyət. Bunlar da gənc türklər adlanırdılar. Onlar da 1908-ci ildə bunlar üsyan etdilər və 2-ci Əbdülhamid konstitusiyanın bərpası və parlamentin çalınması haqqında fərman verir. 1909-cu ildə isə, yəni bir il sonra Əbdülhamidi devirdilər, hakimiyyəti ələ keçirdi. Gənc türklər qalib gəldilər. Sonra indi Balkan müharibələrindən deyək. Balkan müharibələri, deməli 1913-cü ildə Serbiya, Çernogoriya
bir də Balqaristan, Yunanistan. Bunlar birlikdə Balkan İttifaqını yaratdılar. 1912-ci ildə birinci müharibə başladı. Osmanlıya yəni müharibə elan etdilər. Birinci Balkan müharibəsində Osmanlı məğlub olur və 1913-də London müqaviləsi imzalanır. 1913-cü ildə. Burada Ədirnə daxil olmaqla Avropadakı torpaqlarının müəyyən hissəsini itirir Osmanlı. Sonra bu Balqaristan bundan narazı olduğu üçün, bu bölgədən narazı olduğu üçün Balqaristan indi müttəfiqlərinə qarşı müharibə başlayır. Elə 1913-cü ildə 2-ci Balkan müharibəsi başlayır. Burada Balqaristan məğlub olur. Məğlub olduğu üçün də Osmanlı deməli Ədirnə və ətrafındakı torpaqları geri alır və ümumilikdə bu Balkan müharibəsi deyək ki, yəni Balkan müharibələrinin nəticəsində Osmanlının Avropadakı hakimiyyəti başa çatmış olur. İzahımız bu qədər, sağ olun.